tilsim, sehir, cadu, əməl, göz, nəzər, nəfis, qarğış belə, bunlar hamısı negativ sayılır əzizlərim. Hər biriniz soruşursunuz ki, demək olar çoxunu soruşursunuz ki, Fərqanə xanım, bundan necə qoruna bilərik? Qorunmaq üçün çox dualar paylaşıram, zikirlər paylaşıram. Bugün paylaşdığım isə bunu ən çox üzərinizdə yazıb saxlayasınız. Yəni, Kiril, ərəb, latın dilində yaza bilərsiniz, amma hərf səhvi olmadan yazın əzizlərim. Bilin ki, bunu üzərinizdə gəzdirərkən duanı mütləq tale tamama girərkən üstünüzdən götürün. Çünki onda dua öz enerjisini itirir. Oxuya da bilərsiniz, gün ərzində bir dəfə oxuya da bilərsiniz. Bilin ki, insanların həyatına zindan olan, insanların həyatını məhv eləyən negativlərdir bunlar. Mütləq qorunun əzizlərim. Bunu paylaşın və aldım, qəbul etdim, yazın, möhürlüyün əzizlərim. Allah əmanət olun. Və kim istəsə negativləri öz halından təmizləyə bilməsə, cadunun, tilsimin, sehirin və yaxud da həmzatın belə təmizlənməsini edirəm. Mənim qəbullarıma yazıla bilərsiniz, baxışlarınız da var. Allah əmanət.